Normalda bu fikirlərimi bəs öz dostlarımla bölüşürəm, amma istəyirəm bu dəfə sizlə bölüşüm. Əvvəl vicdanlılar, şərəflilər, o li ilə bitənlər modda idisə, trend idisə, yəni TikTokdan əvvəlki trendlərdən danışıram da, xalq arasında, məsələn, cəsur idi, Koroğlu idi, Nəbi idi. İndi sızlar, sizlər, məsələn, vicdansızlar, şərəfsizlər daha moddadır. Bəzi fikirlərim çox radikal səslənə bilər. Məsələn, bir də bəziləriniz qəbul edə bilməzsiniz. Samir Bağırovdur, Samir Aldodur. Məsələn, bu adamlar trenddir. Necə trenddir? Məsələn, bu adamlar xüsusi nəsə çaba sərf eləmirdilər də, bildim belə orijinal olsunlar. İndi baxırıq ki, Samir Bağırov kimi, Samir Aldo kimi nə qədər TikTokda insanlar var ki, hamısı cırıb dağıdırlar özlərini. Təbii ki, onların tıklaması onları keçib, amma heç biri Samir Bağırov kimi və yaxud da Samir Aldo kimi yadda qalmayacaq. Nəsə, mövzumuz Samir Bağırov deyil, indi keçək əsas məsələyə. İndi dostlarım bəzən deyirlər ki, baxışlarının azalıb, videoların tıklanması azalıb. Bu mənim açıq vecimə deyil. Çünki mən şərəfli, vicdanlı, bir də ki, məlumat verən bir insanam. İstəyən baxsın, istəyən baxmasın. Buradan durub pul qazanmıram, buradan canlı yayım açmıram. İndi Allah şahididir ki, buradan 100 nəfər baxacaqsa, 100 nəfər mənə kifayətdir. Amma mən heç o məşhur olmaq kimi bir iddiam yoxdur. Çünki mənim belə də dilimi burnuma toxundura bilmirəm və yaxud da bədənim əsnək deyil də, deyim ki, elastikdir, mən belə hərəkət edirəm. Mən neyniyə bilərəm ki, insanlar nəsə məlumat yazırlar, mən ona cavab verə bilirəm. Ona görə yenə də deyirəm mövzunu, yəni hər trenddə olan vicdanlı və yaxud da vicdansız deyil, hərən öz işidir, yəni Allah bilər, özü bilər. Amma bəzi insanlar həqiqətən də bu trenddə olmaq, məşhur olmaq və faydalı olmağı qarışdırırlar. Məsələn, mən faydalı birisiyəm, yəni faydasızlar amma daha trenddədir. Nəsə, Allah amanda özünüzü qoruyun, hələlik.